Keyfiyyətli seçim bizə dadın təminatıdır. Burada da ətin seçilməsindən də fərqli, saxlanıma da çox böyük rol oynayır. Məlumat verib göstərəcəyik. Bu günlər Arazın ət istehsalat sahəsindəyik. Burada ətlər qida təhlükəsizliyinə və qida zəncirinə uyğun olaraq 0 dərəcədən 3 dərəcəyə qədər soyucularda saxlanılır. Ət seçimi edərkən əsas 3 şeyə diqqətli olmaq lazımdır. Ətin rəngi, mərmərli teksturası və onun yumşaq olması. Çünki ətə basarkən ət qayıtmalıdır, yəni tam içəridə olmamalıdır. Bu da ətin keyfiyyətinə çox böyük zəmanətdir. Düzgün ət alarkən baxın ki, vakuumda olsun. Çünki vakuum keyfiyyətli ətin saxlanmasına zəmanətdir. Vakuum olmuş ətlər etiketlənir və birbaşa olaraq satış məntəqələrinə rahatlıqla çatdırılır. Araz Kəsim düzgün keyfiyyət, düzgün seçim və dad zəmanətidir. Kanal dəyişməyin, görüşürüz inşallah.